Salam əziz uşaqlar, yenidən sizinlə görüşməyimizə çox şadam. Bugün biz sizinlə orqanizmdə maddələr mübadiləsi haqqında danışacağıq. Bilirik ki, canlı orqanizmin həyat fəaliyyəti üçün, yaşaması üçün enerjiyə ehtiyac var. Bugünkü mövzumuzda biz sizinlə gəlin araşdıraq. Bəs orqanizmlər həyat fəaliyyəti üçün enerjini hardan alırlar və əldə olunan enerji hansı proseslərə sərf olunur? Bildiyimiz kimi canlıların əsas xüsusiyyətlərindən biri qidalanmadır. Qidalanmağa görə canlılar iki qrupa ayrılır. Avtotrof qidalanan və heterotrof qidalanan canlılar. Avtotrof qidalanma orqanizmlərin qeyri-üzvü maddələrdən üzvü maddələr sintez etməsi prosesidir. Bu zaman canlılar günəş enerjisindən, kimyəvi rabitələr enerjisindən istifadə edir. Karbon qazı və sudan özləri üçün üzvü maddələr hazırlayırlar. Heterotrof qidalanma zamanı isə orqanizmlər qida ehtiyaclarını hazır üzvü maddələrdən təmin etmək prosesidir. Heterotrof orqanizmlər öz qidalarını özləri istehsal edə bilmədiyi üçün onlar bu qida maddələrini bitki və heyvan mənşəli qidalardan əldə edirlər. Uşaqlar, canlı orqanizmlərdə anabolizm və katabolizm kimi proseslər baş verir. Baxaq görə indi bu proseslər nədir? Bilirik ki, canlı orqanizmlər daima xarici mühitdən oksigen, qida maddələri, su, mineral maddələr qəbul edir və həyat fəaliyyəti nəticəsində karbon qazı, amoniak, sidik cövhəri, belə suyun artığı, mineral duzların artığı orqanizmdən kənarlaşdırılır və qida maddələri daxil olan zaman onlar mürəkkəb üzvü birləşmələr olduğuna görə orqanizmin hüceyrələri onları mənimsəyə bilmir. Buna görə də bu maddələr daha kiçik hissəciklərə parçalanır, sonra hüceyrələr tərəfindən orqanizm özü üçün lazım olan üzvü maddələri yenidən sintez edir. Orqanizmlərin hüceyrələrində gedən sintez reaksiyalarının cəmi anabolizm və ya plastik mübadilə adlanır. Eyni zamanda sonra bu üzvü maddələr parçalanır və orqanizm üçün enerji ayrılır. Yəni, orqanizmin hüceyrələrində enerjinin ayrılması ilə gedən bütün parçalanma reaksiyalarının cəmi isə katabolizm və ya energetik mübadilə adlanır. Demək ki, anabolizm zamanı sadə maddələrdən mürəkkəb maddələr sintez olunur, katabolizm zamanı isə mürəkkəb maddələr daha kiçik molekulalara parçalanırlar. Anabolizm və katabolizm prosesləri birlikdə maddələr mübadiləsi metabolizm adlanır. Maddələr mübadiləsi əsasən həzm, tənəffüs və ifrazat prosesləri ilə tənzimlənir. İndi isə uşaqlar, mineral maddələrin mübadiləsi necə baş verdiyini öyrənək. Daima orqanizmamıza müxtəlif mineral maddələr daxil olur. Bu mineral maddələr qidalar vasitəsilə, su vasitəsilə orqanizmamıza qəbul olunur. Eyni zamanda sutkalıq qidalarımızla 60-dan çox kimyəvi elementlə bizim orqanizmamıza qəbul edilir. Bu elementlər makro və mikro elementlər olmaqla iki yerə ayrılır. Makro elementlərə kalsium, kalium, natrium, maqnezium, fosfor, xlor elementləri aiddir. Mikro elementləri isə dəmir, yod, sink, mis, manqan və selen kimi elementlər aiddir. Həm elementlər, kimyəvi elementlər, o cümlədən mineral maddələr orqanizmin həyat fəaliyyəti üçün çox əhəmiyyətlidirlər. Onların orqanizmdə miqdarının çox olması və ya çatışmamazlığı müəyyən orqanizmdə xəstəliklərə səbəb ola bilir. Məsələn, kalsium sümüklərin böyüməsini, qanın laxtalanmasını, sinir və əzələ fəaliyyətini təmin edir. Onun çatışmamazlığı zamanı insanda osteoporoz xəstəliyi yaranır. Bildiyimiz kimi dəmir qırmızı qan hüceyrələri olan eritrositlərin tərkib hissəsidir. Dəmir çatışmamazlığı zamanı insanda anemiya yaranır. Yod çatışmamazlığı qalxana bənzər vəzin pozğunluqlarına, sink azlığı isə immunitetin zəifləməsinə səbəb olur. Demək ki, mineral maddələrin mübadiləsi orqanizmin sağlamlığı üçün həyati əhəmiyyətə malikdir. Onların düzgün balansda olması, sümük, əzələ, hormon və fermentlər sisteminin normal fəaliyyəti üçün vacibdir. O cümlədən canlı orqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan üzvü maddələrdən biri də vitaminlərdir. Vita sözünün mənası həyat deməkdir. Onlar
bioloji fəal maddələrdir. Xüsusən də fermentlərin tərkib hissələrinə daxildir. Vitaminlər fermentlərin yaranmasında və orqanizmin həyat fəaliyyəti prosesinin tənzimlənməsində iştirak edirlər. Vitaminlər suda həll olan vitaminlərə və yağda həll olan vitaminlərə ayrılırlar. Suda həll olan vitaminlərə B qrup vitaminləri və C vitamini aiddir. Yağda həll olan vitaminlər isə A, D, E, K vitaminləri aiddir. Vitaminlər latın hərfləri ilə adlandırılır. Onların əksəriyyəti bədənə xaricdən bitki və heyvan mənşəli qidalarla qəbul olunur. Qida məhsullarında vitaminlərin çatışmamazlığı zamanı orqanizmdə A vitaminoz, normadan çox olması isə hipervitaminoza səbəb olur. A vitaminoz zamanı orqanizmdə güclü dəyişkənliklər baş verir və müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. İndi isə uşaqlar tanıdığımız, daha çox adlarını eşitdiyimiz bəzi vitaminlərlə daha yaxından tanış olaq. Hamımızın yaxşı tanıdığı və çox eşitdiyimiz C vitamini. Bu vitamin əsasən bitki mənşəli qidalarda daha çox olur. Məsələn, sitrus meyvələrində soğan, sarımsaq, kahı, kələm, itburnu, qarağat kimi bitkilər C vitamini ilə daha zəngindir. Ümumiyyətlə, vitaminlər bütün qida məhsullarında olur. Sadəcə olaraq müəyyən qidalarda onların miqdarı nisbətən çox olur. C vitamini orqanizmdə mühüm funksiyaları yerinə yetirir. Belə ki, yaraların sağalmasında, sümüklərin birləşməsində, orqanizmin xəstəliklərə qarşı müqavimətinin artırılmasında əsas rol oynayır. C vitamini orqanizmdə çatışmadıqda yuxusuzluq, yorğunluq, halsızlıq, müqavimətin azalması kimi proseslər baş verir. C vitamini kəskin çatışmadıqda isə bu zaman skarbut xəstəliyi yaranır. Bu xəstəlik zamanı dəridə, əzələdə, selikli qırşalarda qan sızmaları baş verir, diş əti qanayır və dişlər laxlayırlar. Sutka ərzində orqanizmin C vitamininə olan tələbatı 50-78 mg-dır. A vitamini isə görmə pigmentinin tərkibinə daxildir. O da balıq yağı, kərə yağı, yumurta sarısında, ərik, yerkökü kimi məhsullar A vitamini ilə zəngindirlər. Bu vitaminin çatışmamazlığı zamanı, xüsusən də gecə vaxtı gözün görmə qabiliyyəti pozulur və toyuq korluğu xəstəliyi yaranır. Sutkalıq orqanizmimizin A vitamininə olan tələbatı 2-3 mg-dır. D vitamini haqqında danışsaq, yenə də D vitaminində yağ, yumurta sarısı, balıq yağında bu vitaminin miqdarı daha çoxdur. D vitamininin əsas funksiyası bağırsaqlardan kalsium və fosfor elementlərinin soğurulması və onların sümükdə saxlanması kimi mühüm funksiyanı yerinə yetirir. D vitamini orqanizmə qidalar vasitəsilə də qəbul olunur. Bundan başqa günəş enerjisi, günəşin təsiri ilə dərimizdə də sintez olunur. D vitamini çatışmadıqda uşaqlarda raxit xəstəliyi yaranır. Raxit xəstəliyi zamanı uşaqlarda qıçlar əyilir, döş qəfəsi deformasiyaya uğrayır, infeksion xəstəliklərə qarşı orqanizmin müqaviməti azalır və onlar nisbətən inkişafdan geri qalırlar. Sutkalıq D vitamininə olan tələbat 0,2-0,3 mg-dır. İndi isə uşaqlar üzvü maddələrdən olan zülal, yağ və karbohidrat mübadiləsi necə baş verdiyini öyrənək. Zülallar hüceyrələrin, əzələ və orqan və toxumaların əsasını təşkil edən üzvü maddələrdir. Onlar mürəkkəb üzvü maddələrdir, polimerdir və bilirik ki, zülalların monomerləri amin turşularıdır. Eyni zamanda zülallar bir çox hormonların, fermentlərin tərkib hissəsinə daxil olmaqla orqanizmdə çox mühüm funksiyaları yerinə yetirirlər. Zülallar orqanizmamıza düşdükdən sonra həzm kanalında onlar amin turşularına parçalanırlar. Bundan sonra amin turşuları qana sorulur və hüceyrələrimizdə bizə xas olan, orqanizm üçün lazım olan zülallar sintez olunur. Yəni, orqanizmdə zülalların qəbul olunması, parçalanması, soğurulması və sintezi prosesi birlikdə zülal mübadiləsi adlanır.
Zülallar dedik ki, monomerləri amin turşularıdır. Biz bədənimizdə amin turşuları bir-birlərini sintez edə bilirlər. Sadəcə olaraq bəzi amin turşuları vardır ki, onlar əvəzolunmaz amin turşuları adlanır. Biz onları mütləq qida vasitəsilə kənardan qəbul etməliyik. Əsasən də bu amin turşuları heyvan mənşəli qidaların tərkibində daha çox olur. 1 qram zülalın tam parçalanması zamanı 17,6 kilojoule enerji ayrılır və insanların zülala olan sutkalıq tələbatı 100-150 qrama bərabərdir. Orqanizmimizdə əsas enerji mənbəyi rolunu oynayan karbohidratlardır. Karbohidratlar bilirik ki, mürəkkəb karbohidratlar da polimer maddələrdir. Onların da monomerləri sadə şəkərlərdir. Yəni həzm kanalında karbohidratlar qlükozaya qədər parçalanır və bundan sonra qana sorulur. Normada qanda qlükozanın miqdarı 0,8-0,12 mg olur. Qanımızda karbohidratların normada qalmasını tənzimləyən isə mədə-altı vəzinin sintez etdiyi insulin və qlükagon hormonlarıdır. Belə ki, qanımızda qlükozanın miqdarı artan zaman insulin hormonu sintez olunur və artıq qlükoza qaraciyər və əzəlilərdə heyvani şəkər formasında, yəni glikogen kimi toplanır. İnsan isə uzun müddət ac qaldıqda isə qaraciyərdəki glikogen parçalanır və yenidən qana keçir. Ümumiyyətlə, karbohidratlar mütləq qida rasionumuzda hər gün olmalıdır. 1 qram karbohidratın tam parçalanması zamanı 17,6 kilojoule enerji yaranır. İnsan orqanizminin karbohidratlara olan sutkalıq tələbatı təxminən 500 qrama bərabərdir. Yağlarda karbohidratlar zülallar kimi orqanizm üçün faydalı olan, lazımlı olan mürəkkəb üzvü maddələrdir. Yağlar gliserin və yağ turşularını həzm kanalında parçalanırlar. 1 qram yağ parçalanan zaman karbohidratlardan və zülallardan daha çox enerji ayrılır. 38,9 kilojoule enerji ayrılır. Orqanizmin yağı olan sutkalıq tələbatı təxminən 80-100 qrama bərabərdir. Yağlar bizim bədənimizdə gliserin yağ turşularına parçalandıqdan sonra nazik bağırsağın xovlarında, epitel hüceyrələrində insana xas olan yağlar sintez olunur, bundan sonra limfaya sorulurlar. Yağlar dəraltı piy qatında, bəzi bədənimizin hissələrində toplanır. Bundan başqa, onlar hüceyrə membranının tərkib hissəsinə daxildir və enerji mənbəyi rolunu da eyni zamanda oynayırlar. Demək ki, uşaqlar, biz bugün öyrəndik ki, zülallar orqanizmdə inşaat materialı, hüceyrə və toxumaların yenilənməsində iştirak edirlər. Yağlar orqanizmin enerji ilə təmin olunması, hüceyrə membranının qurulması, istilik tənzimində iştirak edirlər. Karbohidratlar orqanizmin enerji ilə təmin edirlər. Vitaminlər maddələr mübadiləsinin tənzimlənməsi, böyümə prosesləri, xəstəliklərə qarşı müqaviməti artırırlar. Mineral maddələr isə sümüklərin və dişlərin möhkəmliyinin təmin olunması, biokimyəvi proseslər, o cümlədən qanın laxtalanmasında iştirak edirlər. İndi isə uşaqlar, mövzunun əvvəlində verdiyimiz suala qayıdaq. Orqanizmin həyat fəaliyyəti üçün enerji hardan alır? Əldə olunan enerji hansı proseslərə sərf olunur? Dərsimizdən də öyrəndik ki, canlı orqanizmlərin həyat fəaliyyəti üçün enerjini qida maddələrinin parçalanması zamanı ayrılır və bu qida maddələri və bu enerji orqanizmin böyüməsi, inkişafı, qurulmasına müəyyən bir hissəsi istilik şəklində də orqanizmdən ayrılır. Yəni, həyat fəaliyyətini davam etdirmək üçün lazımlıdır. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, gələn görüşlərədək.